Pakistan Təhlükəsizlik Qüvvələri Bəlucistan Azadlıq Ordusu yaraqlılarının dünən ələ keçirdiyi qatarın girov saxlanılan azı 155 sərnişinini azad edib. 30-a yaxın ekstremisti öldürüb. Bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat yayıb. Azad edilən 17 girov təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Pakistanın təhlükəsizlik qurumlarındakı mənbələr bildiriblər ki, Bəlucistan Azadlıq Ordusunun yaraqlıları tərəfindən ələ keçirilən qatarın digər sərnişinlərinin də azad edilməsi ilə bağlı əməliyyat davam etdirilir. Yaralı sərnişinlər yaxınlıqdakı xəstəxanalara aparılıb, əməliyyata əlavə təhlükəsizlik dəstələri cəlb olunub. Hücumda iştirak edən yaraqlıların dəqiq sayı məlum deyil. Məlumata görə girovların azad edilməsi üçün xüsusi əməliyyat başladıqdan sonra döyüşçülər kiçik qruplara bölünüblər. Ekstremistlər peyk telefonlarından istifadə edirlər və Əfqanistanda olduğu güman edilən hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar. Hazırda səylər qalan sərnişinlərin təhlükəsiz buraxılmasını təmin etməyə yönəlib. Bildirilib ki, terrorçular günahsız insanlardan canlı qalxan kimi istifadə edir və üzərində partlayıcı jiletlər geyinmiş intiharçılar bəzi sərnişinlərin yanına yerləşdirilib. Təhlükəsizlik orqanlarının rəsmiləri son terrorçu məhv edilənə qədər əməliyyatı davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, dünən günorta saatlarında dəmir yol reyslərini partladan və atəş açaraq maşinisti də yaralayan silahlılar Cəfər Ekspres qatarını ələ keçirib, qatarda olan təqribən 450 sərnişini girov götürüblər. Rövşən Əliyev, Space xəbər.